Salam değerli dostlar. Bugün fonetika mövzusunun izahına baxacağıq sizinlə bir yerdə. Bu mənim paylaşacağım ilk video olacaq YouTube'da. Biraz heyecanlıyam. Amma fonetikada lazım olan bütün əsas lazımi qeydlərin hər birini sizə çatdırmağa çalışacağım. Mənim düz YouTube kanalım yox idi və davamlı şəkildə videolar paylaşa bilmirdim. Amma artıq bundan belə davamlı şəkildə hər mövzunun özünə uyğun izahını təqdim etmiş olacağam. Kursumuzda ümumiyyətcə ilk öncə onu qeyd edeyim ki, buraxılış fənləri üzrə hər 3 fəndən əyani şəkildə və onlayn şəkildə dərslərimiz mövcuddur. Ünvanımızda Nizami metrosunun çıxışında yerləşir və müraciət etmək istəyənlər təbii ki, burada gördüyünüz əlaqə nömrəsinə yaza bilərsiniz. Dərslərimiz dediyim kimi həm əyani keçirilir, həm də onlayn formada keçirilir. Və 3 fən bir yerdə paket halındadır. Həm Azərbaycan dili, həm riyaziyyat, həm də ingilis dili. Yəni düzü onlayn keçirdim ancaq, amma indi hal-hazırda əyanidə keçirik. Yəni buraxılış imtahanlarına, qəbul imtahanına hazırlaşmaq istəyirsinizsə, hər 3 fəndən buraxılış fənləri üzrə müraciət edə bilərsiniz və əlavə olaraq da blok fənləri üzrə. Bu reklam hissəsi idi. İndi keçək deməli mövzumuzun izahına. Bu mövzudan həm MİQə, həm sertifikasiya abituriyentlərə ümid edirəm ki, faydalı olacaq. Başlayaq. Deməli, fonetika nəyə deyir? Dilçiliyin bir bölməsi olub, dildəki danışıq səslərini, onların əmələ gəlməsini, inkişafını, xüsusiyyətlərini öyrənir. Fonetika məlum məsələdir ki, Yunanca fone, səs, tika isə elm deməkdir. Biz bilirik ki, ahenk qanunudur, vurğudur, hecadır. Bunlar fonetikanın mövzularına daxildir. Və danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Yəni bizim danışarkən ağzımızdan çıxan ki səslər var, tələffüz etdiyimiz səslər var. Bunların hər biri danışıq səsləridir. Və bu danışıq səsləri də bizim danışıq üzvlərimizin vasitəsilə əmələ gəlir. Danışıq üzvləri də iki yerə ayrılacaq. Fəal danışıq üzvlərimiz var, bir də qeyri-fəal danışıq üzvlərimiz var. Fəal danışıq üzvlərimiz hansılardır? Dil, dodaqlar və səs telləridir. Yəni ən vacib olan fəallardır. Qeyri-fəal danışıq üzvlərimiz isə olacaq, deməli, ağciyərlər, qırtlaq, ağız boşluğu, nəfəs borusu, yəni yerdə qalanlar olacaq qeyri-fəallar. Deməli, indi keçək nəyə? Hərflə səsin fərqinə. Məlum məsələdir ki, hərfləri biz nə edirik? Hərfləri biz yazırıq və görürük. Səsləri isə deyirik və eşidirik. Səsləri göstərmək üçün isə bu işarə, yəni transkripsiya işarəsindən istifadə edəcəyik. İndi keçək ikinci əsas məsələyə. Sözün hərf və səs tərkibi. Bu nə deməkdir? Deməli, iki cür fərq olur. Sözün hərf və səs tərkibində iki cür fərq olur. Biri var kəmiyyət fərqi, biri də var keyfiyyət fərqi. Və bunlar tamamilə fərqli anlayışlardır. Gəlin görək, kəmiyyət fərqi nədir, keyfiyyət fərqi nədir? Məlum məsələdir. Kəmiyyət nə deməkdir? Miqdar deməkdir, say deməkdir, düzdürmü? Yəni ki, sözdə ya səs artımı baş verəcək, yəni miqdarı, sayı, kəmiyyəti artacaq, ya da səs düşümü olacaq. Yəni ki, belə deyək, ya səs artacaq, miqdarında, sayında artım olacaq, ya da səs düşümü. Düşüm nə deməkdir? Yəni ki, azalma hadisəsi. Bu kəmiyyət fərqi deməkdir. Keyfiyyət fərqi isə səs dəyişimi deməkdir. Yəni burada səs dəyişir. Məsələn, yazırıq itki. İtki sözü itki kimi yazılır, amma tələffüzdə olacaq itki. Yəni k-nın g-ya keçməsidir. Artıq burada keyfiyyət fərqidir, yəni sözün dəyişimidir.
burada sözün daha doğrusu səsin dəyişimidir. Bəs yaxşı, elə ola bilərmi ki, bir dənə sözdə həm kəmiyyət olsun, həm də keyfiyyət olsun? Yəni hər ikisi də olsun. Ola bilər. İndi gəlin bir kəmiyyət fərqi olan söz yazaq nümunə kimi, bir də keyfiyyət fərqi olan yazaq. Məsələn, kəmiyyət fərqi yazaq, olsun burada artım. Məsələn, A ilə yazılır, tələffüzdə olur ailə. Aha, burada səs artımı baş verdi. Yəni A və İ saitinin ortasına Y samiti daxil oldu, kəmiyyət oldu, yəni miqdar artdı. Burada artım oldu. Biz dedik axı səs artımı və səs düşümü. İndi keçək düşüm hadisəsinə. Məsələn, yazaq təəccüb sözünü. Təəccüb yazılır, amma deyilişdə necə olacaq? Təəccüb formasında. Yəni ənin biri düşür, biri isə uzanır. Və burada da olacaq deməli nə? Kəmiyyət fərqi, yəni səs düşümü hadisəsi. Səs artımı və səs düşümü, kəmiyyət. İndi isə keçək keyfiyyət fərqinə. Keyfiyyət fərqi isə dediyimiz kimi səs dəyişimidir. Burada məsələn yazırıq pələng. Pələng yazılır, pələng deyilir. Və yaxud da başqa nə deyə bilərik? Məsəl üçün yaza bilərəm babamla, tələffüzdə olacaq babamla. İndi gəlin bu sözə baxaq. İndi bura diqqət yetirsəniz əgər, burada həm, burada var keyfiyyət fərqi, həm də var kəmiyyət fərqi. Çünki l-ın dəyişdi, oldu n, burada bir dənə n gəldi. Yəni həm keyfiyyət fərqi səs dəyişimi oldu, həm də n artdı, kəmiyyət fərqi əmələ gəldi. Deməli, buradan belə bir nəticə çıxır ki, bir dənə sözdə həm kəmiyyət, həm də keyfiyyət ola bilər. İndi gəlin bir dənə də nümunə yazaq. Məsəl üçün, yazıram bura təəssüflə sözünü. Gəlin indi bunun tələffüzünü yazaq. Təəssüflə. İndi burada belə bir sual çıxır ki ortaya. Burada kəmiyyət fərqi mi var, yoxsa keyfiyyət? Bəzi uşaqlar deyir ki, müəllim hər ikisi var. Amma əslində yanlışdır. Niyə? Çünki diqqət yetirsəniz əgər, burada ə saiti var idi, düzdürmü? Bu tələffüzü düşdü. Artıq düşmə hadisəsi oldu. Amma bu düşdüsə, bu tərəfdə yerinə hansı samit gəldi? N. Yəni, ə düşə bilər. Artıq n gəldiyi üçün miqdarında artıq o balans qorunur. Yəni, biri düşdü, onun yerinə, ənin yerinə elə bir n gəldi. Yəni, artıq sayda heç bir fərq yoxdur. Say baxımından heç bir fərq olmayacaq. Yəni, kəmiyyət fərqi yoxdur. Burada bir dənə keyfiyyət fərqi var. O da hansı fərqdir? L-nın n-ya keçməyi, başqa da heç nə. Yəni, burada bir dənə keyfiyyət fərqi. Sizə bir ipucu da deyim. Əgər qoşa saitli sözlərə, eyni cinsli qoşa saitli sözlərə lalə şəkilçisi qoşulursa, belə deyək də adətən belə olur. Orada yalnızca kəmiyyət yox, keyfiyyət fərqi olacaq. Çünki düşəcək, bu lə-də n-ya keçəcək də, nən kimi, nan, nən kimi tələffüz olunacaq. Elə bir ə düşür, nə bilim, i düşür, u düşür, yerinə orada n samiti gəlir və dediyimiz kimi miqdar baxımından balans qorunur. Bu belə. Bəs elə ola bilərmi ki, nə kəmiyyət olsun, nə də keyfiyyət olsun? Təbii ki, dilimizdə işlətdiyimiz o qədər söz var ki, qələm deyə bilərik və yaxud da ki, telefon deyə bilərik ya da karandaş deyə bilərik. Yəni, bu kimi sözlərimizdə heç bir fərq yoxdur. Yəni, hökm deyir ki, keyfiyyət olsun, kəmiyyət olsun, belə məsələlər var. İndi keçək sait və samit məsələsinə. Deməli, saitlərimiz ağız boşluğunda maniyəsiz tələffüz olunur. Amma samitlər maniyəli tələffüz olunur. Saitlər təmiz və avazlı səslərdir. Samitlərdə amma dediyimiz kimi belə bir şey yoxdur.
Saitlər hecanı əmələ gətirir, samitlər isə hecanı formalaşdırır. Saitlər vurğu qəbul edir, amma samitlər vurğunu qəbul etmir. Saitlərdə uzanma hadisəsi olur, amma samitlərdə uzanma tələffüz, yəni ümumiyyətlə uzun tələffüz olunmur, uzanma yoxdur burada. Əmələ gəlməyində saitlərin küy iştirak eləmir, amma samitlərin əmələ gəlməyində küy iştirak edir. Bu saitlə samitin fərqləri idi. Və ibtidai sinifdən də bizə məlumdur ki, dilimizdə 9 sait var. Bunlar da hansılardır? A, Ö, O, U, E, Ə, İ, Ö və Ü. Bunlarda öz növbəsində təsnifatı var. Yəni hərəsi bölünür, təsnif olunur saitlərin əmələ gəlməsinə, əmələ gəlmə yerinə görə bir sıra hallarla təsnif olunur. Gəlin baxaq hansı hallardır bunlar. Qalın saitlər. Qalın saitlərin yadınıza saxlayın. İkinci adı olacaq dil arxası, yəni dilin arxa hissəsində əmələ gəlir. Hansılardır? A, Ö, O, U. Bir də var incə saitlərimiz. İncə saitlərimiz də olacaq dil önü saitlərimiz. Onlar da dilin ön hissəsinə, yəni dil önə doğru hərəkət etdiyi üçün biz onlara dil önü saitləri deyirik. Onlar da E, Ə, İ, Ö və Ü olacaq. Sonra açıq saitlərimizin ikinci adı gen saitlərdir. Çünki açıq saitlərin tələffüzündə alt çənə və dil nisbətən aşağı enir və ağız boşluğu genəlir. Biz buna görə də onlara gen saitlər deyirik. Onlar da hansılardır? A, E, Ə, O və Ö. Bir də var qapalı saitlərimiz. Qapalı saitlərimizin ikinci adı dar saitlərdir. Yəni ki, onların tələffüzündə ağız boşluğu gen saitlərə təzad olaraq daralır. Buna görə də biz onlara dar saitlər deyirik və 4 cür yazılan şəkilçilərin tərkibində iştirak edirlər. Onlar da olacaq Ö, İ, U və Ü saitləri. Son olaraq da dodaqlanan saitlərimiz var. Dodaqlanan saitlərimiz də hansılardır? O, U, Ö, Ü. Dodaqlanmayanlar isə xəttimə görə də üzürlü sayın. Dodaqlanmayan saitlərimiz A, E, Ə, Ö və İ olacaq. Bunlar belə. İndi keçək saitlərin uzanmasına. Baxaq. Deməli, dilimizdə bəzi sözlər var ki, tərkibindəki saitin biri o birisinə nisbətən biraz uzun tələffüz olunur. Və ümumiyyətlə yadınızda saxlayın ki, hər sait də uzana bilməz. Bunlardan da 2 dənəsi istisnadır. Biz deyirik ki, Ö, bir də Ü. Baxın, bu 2 saitdə uzanma hadisəsi olmayacaq. Amma belə, yəni bu saitlərdən başqa qalan saitlər sözün müxtəlif hecalarında təbii ki, uzana bilər. Amma mən dedim ki, Ö ilə Ü-də uzanma hadisəsi olmur. Amma Ü-də istisnalar var. Gəlin baxın, hansı istisnalardır? Süni, cüzi, bir də üfüqi. Bunlar istisna sözlərdir ki, bunlarda uzanma olacaq. Üfüqidə də ikinci Ü uzanır. Uzanma da bu formada, bu işarə ilə göstərəcəyik. Yadınızda saxlayın. Variantda adətən uşaqları çaşdırmaq üçün orada yazır ki, bəs sözdə səs uzanması deyiliş yazılış arasında fərq yaradır. Yəni bu fikir yanlışdır. Yəni sözdə təkcə səs uzanması olarsa və yaxud ümumiyyətlə bu yazılışla deyiliş arasında fərq yaratmaz. Yəni işarə sözü məsəl üçün orada A uzanır, yenə də işarə kimi yazılır da heç bir fərq yoxdur. Amma sadəcə səs uzanır, başqa heç bir hadisə baş vermir orada. Bunu da bir qayda olaraq yadınıza saxlayın. Bir də of, öf, ö, bir də ə. Bu 4 dənə hərf birləşməsini beynimizin bir qırağına yazaq. Niyə? Baxın, dovşan sözü. Hərəsinə bir nümunə yazaq ki, nümunələrin üzərində izah edim sizə. Dovşan olsun, söhbət olsun, növbə olsun, bir də dəhşət olsun. İndi baxın. Əvvəl.
əvvəlki qaydalarda, bizim dövrümüzdə belə deyək də, bizim vaxtlarımızda belə olurdu. Baxın, dovşanın tələffüzü olurdu dovşan. Hətta burada o da uzanırdı. Söhbət olurdu söhbət. Ö uzanırdı. Növbə olurdu növbə. Ö uzanırdı. Dəhşət nə bilim olurdu dəhşət. Amma indi bu qaydaya yer verilmir, səhvdir. Yadınızda saxlayın ki, harda ovu, övü, öhü, əhi, yəni bu hərf birləşmələrini harda görürsünüzsə, o sözdə heç bir dəyişiklik olmayacaq. Yəni oradakı samitlərimizdə düşmə hadisəsi olmayacaq, nə də ki oradakı saitlərimiz uzanacaq. Olduğu kimi də qalır. Dovşan yazılırsa elə dovşanda deyilir. Söhbət yazılırsa elə söhbətdə deyilir. Növbə yazılırsa elə növbədə deyilir. Dəhşət yazılırsa dəhşətdə deyilir. Yəni heç bir dəyişiklik olmayacaq. Sonra keçək nəyə? Deməli, ikinci qayda olaraq sizin yadınıza saxlamalı olduğunuz bir dənə də qayda var. Bu bəzən uşaqları çaşdırır. O da hansıdır? Baxın, hecadır, müəmmadır, sonra hesabdır, hazırkidir. Bunları mən qeyd kimi də yazıram. Siz də özünüzdə yazın. Hecadır, müəmmadır, hesabdır, hazırkidir, sonra məhsuldur, vitamin, cümhuriyyət, sonra təsadüfən, yerləşmədi bura. Cümhuriyyət, təsadüfən, cürətli, çavuş, sonra əyar, dəhşətli də var. Yəni, bunları yadınıza saxlayın ki, həmin baxın bu sözlər bunlarda bizim dilimizə elə bilin ki, uzanma kimi gəlir, düşür, amma əslində uzanma yoxdur. Yəni, heca demirik, müəmma demirik, hesab demirik, hazırki yox, məhsul yox, vitamin yox. Yəni, qısa konkret bu sözlərdə uzanma hadisəsi baş vermir, uzanma yoxdur bunlarda. Bir də bəzi sözlər var ki, bəzidir, bəzəndir, sonra var daimadır, yəni, lakin, sonra bəli. Baxın, bu sözlər istisna olaraq burada səs uzanması ilə vurğu birinci hecadadır. Yəni, eyni yerdədir. Amma yadınızda saxlayın ki, vurğu ilə uzanma heç vaxt eyni yerə düşmür. Amma bunlar istisna sözlərdir ki, bunlar da düşür. Bu belə. İndi isə keçək qoşa saitli sözlərə. Deməli, dilimizdə elə sözlər var ki, onlarda iki sait yanaşı işlənir və belə sözlərə biz deyəcəyik qoşa saitli sözlər. Deyilişlə yazılış belə deyək də arasında onlar deyiliş və yazılış əsasında bunlarda fərqlənmə olacaq. Qoşa saitli sözlərimiz iki qrupa bölünür. Biri var eyni cinsli, bir də var müxtəlif cinsli. Deməli, eyni cinsli qoşa saitli sözlərdə qoşa saitin bir ümumiyyətcə uzun tələffüz olunacaq. Və eyni cinslilər sözün ortasında, məsələn, maaş, ondan sonra cəmaət və yaxud da ki, deyə bilərik, inşaat. Yəni, sözün ortasında gələcək və bir də sonda. Məsələn, əmtə, bədi, təbii, yəni belə. Bunlar da sözün sonunda gələn eyni cinsli qoşa saitli sözlərdir. Və bu sözlərin tələffüzündə deyirdik ki, necə olacaq tələffüzümüz? Transkripsiyanın içərisinə alırıq və
bir dənə saytimiz, yəni ikinci saytimiz düşür. Birinci saytlərimiz isə uzanır. Yəni baxın, bu formada olasıdır. Belə. Sonra bu eyni cinsli idi. İndi keçək müxtəlif cinsliyə. Müxtəlif cinsləri isə sözün əvvəlində də gələ bilər. Məsələn, deyə bilərik nə? Deyə bilərik aeroport yazılır. Sözün ortasında da gələ bilər. Məsələn, deyə bilərik idiom. Sonunda da gələ bilər. Məsələn, deyə bilərik faciə. Görürsünüz, i-ə, idiom, i-o, aeroport, a-e. Bunlar olacaq müxtəlif cinslər. İndi bir məsələ də var. Yadınıza saxlayın ki, qısa konkretisi bir qayda deyəcəm. Tərkibində əgər müxtəlif cinsli saitlərimizin əgər tərkibində i varsa, i olarsa, o zaman o müxtəlif cinsli qoşa saitlərin arasına y daxil olacaq. Yox, əgər orada siz i-ni görmürsünüzsə, a-e, sonra e-o, ü-a, ü-ə, sonra u-a, u-e. Görürsünüz, i yoxdur burada. Yəni artıq onların deyilişinə yazırsınız, heç bir fərq yoxdur. Olduğu kimi də qalacaq. Amma görürsünüz ki, içində i var. Orada artıq dəyişim olacaq. Yəni orada i ilə i-a varsa, məsələn, onların arasına y girəcək. i-e varsa y girəcək. Yəni belə. Amma bir söz istisnadır. O da hansı sözdür? Riayət sözü. Yadınıza saxlayın. Riayət sözü istisna haldır ki, i və a yanaşı gəlir, amma bunların ortasına y girməz. Sonra bir də bəzi mürəkkəb sözlərimiz var. Məsələn, xaloğlu. Tələffüz necə olacaq? Xaloğlu. Yəni bu belə deyək də saitimiz kökdəki birinci sözümüzün elə bir ikinci edası düşür də. Ya da bacıoğlu, əliağa, bacıoğlu olacaq bacıoğlu, əliağa olacaq əlağa, əliaçıq olacaq əlaçıq. Belə. Bəzi sözlərimiz var ki, bilirsiniz ki, bəraətdir, şücaətdir, qirayətdir, fauna, sauna, kakao. Bunlarda heç bir dəyişik yoxdur. Elə olduğu kimi də qalacaq. İndi keçək onun a kimi tələffüsünə. Sizə də maraqlı deyilmi? Niyə o bəzi sözlərdə o kimi qalır, amma bəzi sözlərdə o aya keçir? Səbəb nədir? Çünki əgər onun üzərinə vurğu düşsə, o kimi qalacaq. Yox, əgər onun üstünə vurğu düşməsə, aya keçəcək. Bunu bəs necə yadımda saxlayayım? Elə bilin ki, onun üstünə vurğu düşür və o artıq o vurğu ilə toxunulmaz olur. Yəni, o artıq toxunulmazdır. Siz onu dəyişə bilmərsiniz. Elə o kimi də qalacaq. Yəni, dəyişə bilməz də, vurğunu götürür, artıq olur toxunulmaz. Amma onun üzərinə vurğu düşmürsə, onu artıq istədiyin kimi dəyişə bilərsən. Yəni, o artıq toxunulmaz olmur. O artıq keçə bilər aya rahat şəkildə. Çünki toxunulmazlığı yoxdur. Üstündə bu işarə varsa, deməli toxunulmaz. Sən o toxuna bilmərsən. Elə o kimi qalacaq. Yəni, vurğu məsələsinə görədir. İndi, gəlin nümunə yazaq. Məsəl üçün, yazıram Olimpiya. İndi deyə bilərsiniz ki, ay müəllim, bəs bu vurğunu biz necə əzbərləyək? Bu vurğunu tapmağın rahat qaydası mı var? Onu indi deməyəcəm, onu bundan sonraki dərsdə. Bundan sonraki mövzuda mən izahımda, dərslərimdə deyəcəm. Ona görə də mütləq şəkildə kanala abunə olun və izləməyi unutmayın ki, vurğu dərsini ən asan və rahat üsulla sizə başa salmağa çalışacağım nümunələrlə ki, siz rahat şəkildə onu başa düşə biləsiniz. Yəni, aydın və geniş şəkildə. Aha, Olimpiya sözü yazılır. Tələffüsümüz amma olacaq nə? Olimpiya. Niyə görə Olimpiya olaraq qalmadı? Yəni, Olimpiyaya keçdi. Baxın, Olimpiya sözündə vurğu hardadır? Olimpiya. Baxın, buradadır vurğu. Deməli, onun üzərinə düşdü vurğu.
düşmə daxı düşdü bu tərəfə. Yəni ikinci hecaya. İndi o-nun üzərinə düşmədiyi üçün o toxunulmazlığı götürmədi. Götürsəydi elə o kimi qalardı. O toxunulmaz olmadığı üçün, yəni artıq sən o rahatlıqla dəyişə bilərsən də, o artıq keçdi A-ya. Bu qədər sadə. Deməli o A-ya keçdi, dəyişdi. Ona görə də buradakı o-muzun A-ya keçməyi digərlərində necə varsa yerdə qaldı. Yəni o buna görə də A-ya keçdi. Məsələn, indi gəlin omonim sözünə də baxaq. Omonim sözündə vurğu hara düşür? Omonim vurğu 2-dədir. Tələffüzüm onda necə olacaq? Amonim formasında olacaq. Gördünüzmü? O nəyə keçdi? A-ya. Niyə? Çünki vurğu üstündə deyil. Vurğu bu birisinin üstündədir. Vurğu bunun üstündə olduğu üçün baxın buna görürsünüz dəyişmədi. Olduğu kimi qaldı. Çünki toxuna bilmədim ona vurğunu götürdüyü üçün. Ümid edirəm aydın oldu bu hissə sizə. Aha, keçək indi samitlər hissəsinə. Deməli, ümumiyyətcə dilimizdə 34 səs, 32 hərf, 9 sait, 25 samit səs, 23 samit hərf var. Və bu 25 samit niyə görədir? Çünki k ştrix olduğuna görə və x ştrix olduğuna görə. Bu ikisinin əlifbada şərti işarəsi olmadığına görə biz deyirik 25 samit səs var. Və bu 25 samit səsdən deyəcəyik ki 11-i kardır, yerdə qalan 14-ü isə cingiltili samitlərimizdir. İndi bəs yaxşı, mən bu karla cingiltini necə tapım? Mən bunu ayıra bilmirəm deyirsinizsə əgər, yadınıza saxlayın. Sizin əlinizdə ovuc hissəniz ümumiyyətlə, ovucunuzu ağzınıza doğru yaxınlaşdırırsınız. Tələffüz edən zaman, məsəl üçün B səs yumuşaq çıxır. Əgər ağızdan çıxan hava axını ovuca sərt şəkildə dəyirsə, toxunursa, yəni hava axını, deməli o kardır. Yox, əgər yumuşaq şəkildə dəyirsə və ya heç dəymirsə, deməli cingiltidir. Karla cingiltini də belə yadınıza saxlayın. Məlum məsələdir ki, L, M, N, R samitlərimiz sonurlardır. Yəni bunlar cingiltili kar qarşılığı yoxdur. Bir dənə də H samitidir ki, bu da kardır, cingiltili qarşılığı yoxdur. Əlavə olaraq isə M və N samitlərimiz burun samitləridir. H isə olacaq boğaz. H boğaz samitimizdir. G da deyilir. G əslində tam belə boğaz deyil, amma G-nı da götürürlər normalda, amma ən vacibi H-dır. H boğazdır. Yəni H daha çox boğaza gedir, düşür. Keçək Q hərfinə. Sizə bir şey deyim. Demək olar ki, abituriyentlərin sınaqlarda da, suallarda da ən çox çətinlik çəkdiyi məqamlardan biridir bunlardır. Q nə zaman Q kimi, G kimi, X ştrix kimi, Y kimi, yəni tələffüz olunur. Ümumiyyətlə, Q hərfi kar samitdir və Q-nun qarşılığı G-dir. Q 5 dənə səs ifadə edir. Bir özü kimi, bir K kimi, bir G kimi, bir Y kimi, bir də G kimi. Deməli, Q nə zaman Q kimi qalacaq? Yadınıza saxlayın. Rus və Avropa mənşəli sözlərdə sözün əvvəlində gəl heca incə saitdirsə, incə saitin əhatəsindədirsə Q-dır. Amma bu bütün sözlərə aiddir. Dediyim kimi, Rus, Avropa mənşəli sözlərə aiddir. Kələm, kitab, kömür, sonra keçəl. Görürsünüz? İncə saitlərin əhatəsində ona görə K. Deməli, Rus, Avropa mənşəli sözlərdir. Bəs nə zaman K olacaq? Məsələn, komandir, kolbasa, karandaş, sonra kosmos. Yəni, bu kimi sözlərdə yenə də Rus, Avropa mənşəli sözlərimizdir. Bunlarda isə qalın saitlərin əhatəsindədir, deyə K-dır. Bəs yaxşı. K nə zaman X ştrix olur? Yadınıza saxlayın, əgər sözün ortasında, məsələn, yazıram bura ürəkdən sözünü. Ürəkdən sözün tələffüzü olacaq ürəkdən. Niyə? Çünki sözün ortasına gələn Q-dan sonra samitlə başlayan nə gəldi? Şəkilçi gəldi. Orada artıq Q nəyə keçir? X ştrixə keçir. Yəni sözün ortasına samitdən
öncə incə sait əhatəsində olan Q hərfi də əsasən nə olacaq? Xıştırıq kimi səsləri görürsünüz. İncə saitlərdir. Və eyni zamanda sözdən sonra samitlə başlayan əgər şəkilçi gəlsə ya da məsəl üçün müstəqil şəkildə işlənsə, ürək sözü tək işlənib, müstəqil işlənib, yenə də bu ürək kimi olacaq. Şəkilçi, samitlə başlayan şəkilçi gəlsə ya da ümumiyyətcə sadə müstəqil şəkildə işlənsə ya da söz gəlsə, məsəl üçün ürək döyüntüsü olacaq, ürək döyüntüsü, yəni xıştırığa keçir, dəyişir. Niyə? Çünki samitdən başlayan nə gəlib, söz gəlib. İndi yadınıza saxlayın ki, bunlar milli mənşəli sözlərdə olur. Yəni siz milli mənşəli sözlərinizi dəyişə bilərsiniz. Q-nu xıştırığa keçirə bilərsiniz. Sonra nə bilim G-yə keçirə bilərsiniz. Yəni belə. İndi bəs Q, Y, ya nə zaman keçir? Yazıram. Məsələn, çörək sözü. Çörək sözü istəyir ki, qəbul eləsin mənsubiyyət. Tələffüz necə olacaq? Çörəyim, yəni belə. Əgər saitlə başlayan şəkilçi gəlirsə, yazılışda Q-yi əvəzlənməsi baş verir. Yazılışda da, deyilişdə də. Yəni çörəkini yaza bilmərik də hər halda. Və belə deyirik də, əgər burada şəkilçi gəldi, məsəl üçün çörək aldım. Söz gəldiyi zaman yenə də eyni qaydada tələffüzümdə olacaq. Çörək aldım, yox, çörək aldım. Tələffüzüm B olacaq. Yazılışda amma Q kimi qalacaq. Yəni siz yazışda yazmayacaqsınız, çörək aldım, belə yox. Yazılışda ilə Q kimi qalır, amma deyilişdə Q-yə keçir. Sonra bir də ki, mən dedim axı biz milli mənşəli sözlərimizi dəyişə bilərik də, alınmaları dəyişə bilmirik. Amma bəzi alınma sözlər var ki, istisna sözlərdir, mələkdir, fələkdir, sonra dəstəkdir, xörəkdir. Bundan əlavə bir də müştükdür. Müştük sözü kim yorumlarda, ümumiyyətlə kim bilirsə yorumlarda orada qeyd eləsin. Yorumlar hissəsinə baxacağam. Müştük sözünün mənasına. Mən düzdür bilirəm, amma istəyərdim ki, siz də gedib özünüz araşdırıb tapıb baxasınız və gəlib yorumlarda məndən orada bölüşəsiniz. Mütləq şəkildə bu müştük sözünün mənasını ora yazmağınızı istəyərdim. Deməli, bu sözləri yadda saxlayın ki, alınma mənşəli sözlərdir və bu sözlərimiz Q ilə bitən sözlərimizi gördüyünüz kimi, bunlar da eyni ilə bizim sözlərimizcə dəyişir ki, Q-yə keçir, xıştırığa keçir, belə məqamlar baş verirsə, bunlar alınma mənşəli olmaqlarına baxmayaraq bunlar da dəyişir. Yəni, yadda saxlayın. Bəs yaxşı, Q nə zaman Q-yə keçir? Q o zaman Q-yə keçər ki, məsəl üçün, təşkilat. Təşkilat sözü olacaq necə? Təşkilat. Çünki Q-dan əvvəl, ümumiyyətlə Q nəyin əhatəsindədir? Görürsünüz, kar samitinin əhatəsində, yəni Ş-ın əhatəsindədir. Və yaxud da müşkül, Ş, Q yanaşı gəlibdir. Ya da məskən, məskən olacaq, S, kar samitinin əhatəsindədir. Və yaxud da qoşa Q ilə işlənirsə, yəni qoşa Q varsa, orada da ikinci Q-mız 1-2 Q-yə keçəcək. Məsəl üçün, 8 olacaq, 8 kimi. Yəni Q keçir Q-ya. Belə. İndi keçək nəyə? Bir hecalı sözün sonu Q ilə bitən sözlərimizə. Məsəl üçün, türkdür, təkdir, kürkdür. Bunlar ilə necə yazılırsa elə deyilir. Yəni, tək hecalı milli sözlərimizin sonunda Q hərfi həm yazılışda, həm də tələffüzdə olduğu kimi qalır. Tək hecalı alınma sözlərin sonunda isə Q hərfi yazılışda olduğu kimi qalır, tələffüzdə K olacaq. Məsəl üçün, bank sözüdür, bank demirik də, yəni bank belə yazılır, tələffüzdə olacaq bank kimi və yaxud da çek eyni ilə onun kimi. Tank məsəl üçün eyni ilə onun kimi eyniyir, dəyişir, K kimi tələffüz olunur. Sonra
Bir də bu il buraxılışda düşmüşdü kar və keş şəkilçili sözlər. Kar və keş şəkilçili sözlərdə tələffüz zamanı k, g əvəzlənməsi baş vermir. Yəni sənətkar məsələn yazılır, sənətkar yox, elə sənətkar olacaq. Yəni k ilə deyiləcəkdir, k ilə də yazılacaqdır. Heç bir dəyişiklik olmur. Ya da zəhmətkeş, zəhmətkeş olmaz. Yəni keş olaraq da qalmalıdır. Bu k-yə aid idi. İndi keçək q hərfinə. Q hərfi də 4 səs ifadə edir. Bir özü kimi, bir k kimi, bir də x kimi, bir də deməli olacaq x kimi. Bəs q nə zaman q olaraq qalır? Məlum məsələdir də, yəni sözün əvvəlində gəlirsə qardaşdır, sonra qocadır, qalibdir. Yəni bu kimi sözlərdə sözün əvvəlində gələn q hərfi bütün sözlərdə elə q kimi də tələffüz olunur. Bəs yaxşı, q sözün ortasında gəlsə necə olacaq? Məsələn, yazaq nöqsan. Bir dənə də yazıram bura miqyas. Gəlin görək necə olacaq bunların aqibəti. Nöqsanın tələffüsü olacaq nöqsan. Miqyasın tələffüsü olacaq miqyas. Oy, şeytan azdırdı, gördünüz. Şeytan azdırdı. Allah şeytan etsin. Bir dəqiqə. Miqyas. Niyə buradakı q dəyişdi k-ya, amma buradakı q olduğu kimi qaldı? Məqama fikir verin bir dənə. Q-dan sonra nə gəlib? S. S necə samitdir? Kar. Deməli, q samitindən sonra əgər kar samiti gəlirsə, q keçir nəyə? K-ya. Buradakı q-dan sonra nə gəlib? Y. Y da necə samitdir? Cingiltili. Amma burada olduğu kimi qalacaq. Miqyas deyə bilmərəm axı. Düzmə bax elə səhv elədim. Ani texniki səhv idi. Çünki hal-hazırda mən bunu sizə saatını deyim 02:16. Bax hal-hazırda bu saatda sizə mən bunu deməli çəkirəm bu videonu. Normaldır da yəni. Deməli nöqsan olacaq. Nöqsan miqyas, amma miqyas olduğu kimi qalır. Çünki kar cingiltili məsələsidir. Amma tadından yenməz istisna məsələmiz. İstisna məsələmiz haqlı. Haqlı sözü olacaq haqlı. Kim indi haqlı deyir? Haqlıyam, yoxsa haqlıyam? Təbii ki, haqlıyam. Təbii ki, haqlıyam. Bəli. Baxın, q keçdi k-ya. Görürsünüz, q-dan sonra nə gəlibdir? L gəlib, cingiltili gəlib, amma haqlı q kimi də qalmalı idi. Amma q nə olsun ki, cingiltili gəlib, onu görürsünüz, k-ya keçdi. Yəni bu istisnanı da yadınıza saxlamalısınız. Bu da belə. Bəs yaxşı. Q nə zaman x-ya keçir? Q hərfi əsasən milli mənşəli sözlərdə sözün əgər sonunda məsəl üçün yazılır ki, qonaq sözü, qonaq sözünün tələffüsü olacaq qonaq. Müstəqil şəkildə işlənsə q keçəcək x-ya. Əgər özündən sonra samitlə başlayan şəkilçi gəlsə olacaq qonaqdan. Bəs deyərsən ki, necə yazılacaq müəllim? Belə sözlərdən sonra samitlə başlayan şəkilçi söz gəldi, yenə də xışdıq kimi tələffüz olunur. Saitlə başlayan şəkilçi gələrsə əgər, məsələn, qonaq otağı olacaq nə? Qonaq otağı. Niyə? Çünki saitlə başlayan nə gəldi? Söz gəldi. Ya da saitlə başlayan bir dənə də nə yazaq bura? Şəkilçi yazaq. Qonağı olacaq. Bu da belə. Sonra bəs yaxşı. Q nə zaman k-ya keçər? Q hərfi əsasən alınma mənşəli sözlərdə k-ya keçəcək. Sözün sonunda gələn q. Üfüq məsələn olacaq üfüq. Sonra məntiq məsələn olacaq məntiq. Belə. Alınmalarda artıq dəyişir. Amma bəli, istisna dediyinizi eşidirəm buradan. Düzdür, istisnamız var. Uşaq sözü.
Bilirdiniz, uşaq sözü alınma sözdür. Uşaq sözü bizim sözümüz deyil, uşaq sözü alınma sözdür və alınma sözü olduğuna baxmayaraq eyni ilə bizim sözlərimiz kimi dəyişir. Q-ya da keçə bilər, Q-ya da keçə. Yəni istədiyiniz oyunu biz bu uşaq sözünün başına oynaça bilərik. Yəni sərbəstlik bu barədə alınma söz olmasına baxmayaraq. İndi isə keçək qoşa samitli sözlərə. Görürsünüz, fonetikada nə qədər dərinlik var. Bəzi uşaqlar ona görə bu fonetikanı sevmir, bəzi müdavimlər ona görə sevmir ki, ilahi bu fonetikada nə qədər dərinlik var, həqiqətən də elədir. Amma məncə maraqlıdır. Yəni mənim olduğum üçün demirəm. Xırdalıqları olduğu üçün məncə maraqlı gəlir mənə. Nə bilim, mənə elə gəlir. Eyni cinsli, müxtəlif cinsli olmaqla qoşa samitli sözlərimiz də 2 yerə bölünəcək. Məsələn, qoşa qılar. Yadınıza saxlayın. Qoşa qıda ikinci keçməyəcək ya, birinci keçəcək. Bunu yadınıza saxlayın. Qoşa qıda qıcı olacaq. Qoşa tıda tıdı olacaq. Qoşa pıda pıbı olacaq. Qoşa yıda isə yerinə görə dəyişir. Necə? Əgər sözün kökü varsa, məsələn, yazıram bura ədəbiyyat sözünü. Ədəbiyyat sözün kökü nədir? Ədəbiyyat burada şəkilçidir, düzdürmü? Sözün kökü var. Şəkilcidir burada. Sözün kökü olduğu üçün, sözün kökü var deyə sən burada y-nı yola sala bilərsən. Amma gəlin niyyət sözünə baxaq. Niyyət sözün kökü elə niyyət sözün özüdür. Sənin burada y-nı yola salmağa, qovalamağa heç bir haqqın yoxdur. Yəni belə qısa konkret deyim ki, sözün kökü varsa y gedər, yoxdursa sözün kökü onda nə olacaq? Qoşa y-nın ikisi də qalacaq. Yəni bütün sözlərə bu aiddir. Xeyr. Vəziyyət sözünün məsəl üçün kökü elə vəziyyətdir. Amma yenə də y gedir. Səhiyyə sözünün kökü yenə də səhiyyədir, amma y gedir. Heysiyyət sözünün kökü elə heysiyyət yenə də gedir. Məziyyət, vəsiyyət, sonra səviyyə, səciyyə. Bax, bu sözləri yadında saxla. Bu sözlərin kökü yoxdur. Yəni kök və şəkilçi ayrıla bilməsə də, yenə də bir y kimi neynir deyilir. Keçək hansı məqama? Eyni cinsli, təkhecalı, qoşa samitli. Biraz çox oldu. Adı belə də neyniyək? Sir, nə bilim, fən və s. və s. Bəs yaxşı, bunların aqibəti necə olmalıdır? Birinin üstündə izah edəcəm. Haqq sözünü götürək. Haqq sözünə samitlə başlayan şəkilçi artırırsansa əgər, artıq orada belə deyək, qoşa q'nın biri ya da qoşa t'nın biri, qoşa l'nın biri düşməlidir. Yəni samitlə başlayan şəkilçi artırıb düşəcək. Amma əgər saitlə başlayan şəkilçi artırırsa, olduğu kimi də qalacaq, toxuna bilmərsən. Sait gələndə qalır, samit gələndə düşür. Sonra keçək sözdə n-dan sonra gələn, daha doğrusu n nə zaman m-ya keçər? Əgər n-dan sonra b, m gəlirsə, n avtomatik olaraq m-ya keçir. Məsələn, yazırıq dinməz. Dinməz yazılır, amma tələffüz necə olur? Dinməz. Dəyişir də. Ya da ki, günbəz olur, günbəz. 15 olur, 15-ik. 15-ik nə idi? 15. 15-ik. 15-ik. Əslində 15-ikə də dediyim söz də əslində düzdür. Sadəcə 15 deyirdim. Orada ilk şəkilçisi artıq gəldi nəsə. İndi sonra pambıq sözü var, məsələn, ambulans sözü var, nə bilim, emblem var, lampa var, sonra kömbə var,
kompot var. Bu kimi sözlərimiz də elə m kimi də qalan sözlərdir. Əsasən hansı sözlərdə sizi çaşdırır deyin, baxın. Bax, kömbədir, sonra lampadır, lampa, sonra pambıqdır, başqa var, qumbaradır, sonra bombadır, kombinatdır. Bax, bu kimi sözlər əslində m kimi də. Bunlar dəyişib n-dan m-ya keçməyib. Elə m kimi. Elə bil ki, bunlar dilə zavatskoy, zavatskoy belə bunlardan m-dır. Belə yazı saxlayın. Yəni, bunlar dəyişən deyil. Dəyişməyib bunlar. Bunlar elə əzəldən belədir. Amma. İki söz istisnadır. Yenə də. Heç narahat olmayın. Bu istisnalarla sizin başınızı xarab edəcəm. Canbaşla, bir də əyinbaş. Neyniyək də? Yəni, hər o gözəl gedən şeydən bir şey çıxmalıdır ya yox. İndi buradan da belə bir şey çıxırdı. İstisnalar çıxır. Bunlar da əzbər bilməyiniz mütləqdir. Təbii ki, sizə xeyirdir də. Yalnızca saxlayın. Canbaşla olmaz. Əyinbaş da əyinbaş olmaz. Yəni, n, buradakı n-lar m-ya qəti keçməz. Nə olsun bu gəlir? Bunlar istisna sözlərdir ki, dəyişməyəcək. Buradan sonrası artıq yağ kimi gedir. H-t birləşməsi. Sizə 4 dənə söz deyəcəm. Ehtiyac, ehtişam, ehtimal, bir də ehtiram. Bax, bu 4 dənə sözü harda görürsənsə, əgər sən buradakı t-ları d-ya keçirdə bilməsən, çünki sənə elə bir haqq verilməyib, qəti. Nə olsun? H-t var. Ehtiyac, ehtişam, ehtimal, ehtiram. Bunları sən deyə bilmərsən. Ehtiyac yox, ehtişam yox, ehtimal yox, ehtiram yox. Yəni, t-lar d-ya keçməz. Elə t kimi də qalmalıdır. Aydındır mı? Amma möhtərəm sözdür, möhtəşəm sözdür. Bunlar da dəyişə biləcək. Bəli, t-lar d-ya keçə bilər. Amma bu sırf, baxın, bu 4 dənə e ilə başlayan sözlər var ki, bunlarda yəni t-lar d-ya keçməyəcək. Sonra, bizim belə deyək də, bəzi bölgə, rayon adlarımız var, coğrafi adlarımız var ki, x ilə bitən, Qazaq, sonra Yevlax, Qax, Azıq, 5-incisini də siz yazarsınız, deyərsiniz mənə ki, o hansıdır ki, x ilə bitən rayon, bölgə adımızdır. X ilə bitən bəzi coğrafi adlarımız var ki, yəni bu kimi adlarımız, əgər bunlardan sonra saitlə başlayan şəkilçi gəlsə, məsəl üçün deyirəm ki, mən Qazağa gedirəm. Düzdürmü? Qazağa gedirəm yox, Qazaxa gedirəm, Yevlaxa gedirəm, Qaxa gedirəm, Azıxa gedirəm. Yəni, x-ları siz saitlə başlayan şəkilçi artırıb o-ya keçirdə bilmərsə, sizə bu haqda verilmiş. Sonra, bu da belə getdi. İmtahanda düşən tip, bıcı-dıcı. B, C, D, G samitləri nə zaman dəyişir, nə zaman olduğu kimi qalır? Rahat şəkildə deyəcəm. Deməli, bıcı-dıcıdan sonra əgər, yəni bıcı-dıcı ilə bitən, bıcı-dıcı samitlərlə bitən sözlərdən sonra əgər saitlə başlayan söz, şəkilçi gələrsə əgər, o zaman sait olduğu üçün də belə deyək, sait olan zaman dəyişmir. Cingirtuluqda qalacaq. Məsəl üçün, dolaba, nə də qılınc oynadan, nə bilim, qanad açmaq, kitab aldım. Yəni ki, dəyişməyəcək, olduğu kimi də qalacaq. Saitlə olanda dəyişmir. Yəni, şəkilçi də gəlsə, söz də gəlsə dəyişməyəcək. Bıcı-dıcı varsa. Yox, əgər bıcı-dıcıdan sonra samitlə başlayan ya şəkilçi,
ya söz, ya da ki müstəqil, yəni tək şəkildə işlənsə, sərbəstdə yəni tək şəkildə işlənir. Məsəl üçün ağac sözü müstəqil şəkildə işlənir. Sən bunu deməyəcəksən, ha, tələffüz elə ağacdır. Xeyr, ağac. Ya da pələng, pələng, ya da qanad, qanad, ya da kitab, kitab. Yəni belə müstəqil şəkildə işlənsə, şəkilçi də, samitdən başqa şəkilçi də gəlsə, söz də gəlsə, nəyə keçir? Hamısı qarşına keçir. B keçir p-ya, c keçir ç-ya, d t-ya, c da q-ya. Bu da belə. Başqa nə qaldı sizə demədiyim? Başqa hər şey dediyim. Heca ilə bağlı vacib 2-3 məqam var ki, bilirik ki, nə qədər sözdə sait varsa, bir o qədər də heca olur. Yəni hecalarımız defislə ayrılır, tire ilə ayrılmaz. Çünki defis və tire tamamilə fərqli anlayışdadır. Defis daha qısa olur, tire isə daha uzundur. Morfologiya bölməsində biz defislə fırlanırıq. Morfologiyanı keçəndən sonra sintaksis falan bölməsində artıq biz tiredən istifadə edəcəyik. Sonra ahəng qalını məsələsi. Sözdə qalın və ya. Baxın, mütləqdir ki, bu və yanı deyəsiniz. Hansı tələbə ki, dərsimdə ki, deyir və o elə bir olur mənim gözümün düşməli. Yəni deməlisiniz ki, və ya. Çünki sən əgər desən ki, sözdə qalın və incə sait, yəni sən onu deyirsən ki, ailə sözü belə çıxır ki, ahəng qana tabedir də. Deyirsən ki, çünki sözdə qalın və incə saitin bir-birini izləməz. Amma sən deməlisən ki, sözdə qalın və ya incə sait. Yəni ya qalın olmalıdır, ya da incə olmalıdır ki, bu ahəng qana tabe olsun. Bəs o hansı şəkilçilərdir ki, ahəng qanunu pozur? Dar, xana, keş, vi. Topluda da buna aid bir sual var. Ki, bu şəkilçilərimiz, bir variantlı şəkilçilərimiz ahəng qanunu pozan şəkilçilərdir. Bəli, bəli, bəli. Fonetika bölməsi də belə yekunlaşdır. Fonetika bölməsi başa düşürəm, çox çətindir. Çox çətin deyəndə biraz xırdalıqlar çoxdur. Yəni rahat qaydamız budur. Yəni belə. Mən ən asan üsulla sizə izah eləməyə çalışdım ki, sizin üçün rahat olsun. Yəni belə çətin bir şeylər yoxdur. Ümid edirəm hər kəs üçün aydın oldu, hər kəsə aydındır. Heç bir sualınız yoxdur. Əgər olarsa, təbii ki, mənə yazıb soruşa bilərsiniz. Yəni hər hansı bir hissə ki, sizə aydın deyil, başa düşməmisiniz, təbii ki, o hissəni məndən soruşa bilərsiniz. Olar təbii ki. Belə. Başqa da deyəcəyim heç nə qalmadı. Ümid edirəm bəyəndiniz, ümid edirəm hər şey aydındır sizə. Bu qədər. Və dediyim kimi, bu PDF materiallarının, bu izahların ardı gəlməyi üçün maksimum dərəcədə dəstək olmalısınız ki, mən də sizə baxın motivasiyanın və ardını gətirə bilim. Belə. Sağ olun, hələlik. İnşallah mən bayaq sizə söz verdiyim kimi vurğunu sizə qəşəng formada izah eləyəcəm ki, siz onu artıq növbəti videoda vurğunu tamamilə öyrənə biləcəksiniz. Ona görə də YouTube kanalıma abunə olmağı və bildirişləri açıq saxlamağı unutmayın ki, yeni videolar gəldikdə siz xəbərdar olasınız. Bu qədər. Sağ olun, salamat qalın. Növbəti dərsdə görüşərik. Hələlik.